Salam, bugünkü mövzumuz üçbucaqlardır. Üçbucaqların hər iki bir hissəsini keçəcəyik bu mövzuda. Deməli, üçbucaqlar nəyə deyilir? Üçbucaq bir düz xətt üzərində olmayan üç nöqtənin ardıcıl şəkildə birləşməsindən əmələ gələn fiqura deyirik ki, bu adlanır üçbucaq. Üçbucaqların daxili bucaqlarının cəmi 180 dərəcədir. Deyək ki, bura alfadır. Bura betadır. Bu hissə isə qammadır. Daxili bucaqlarının cəmi 180 dərəcədir. Xarici bucaqların cəmi isə 360 dərəcədir. Və biz hər dərs təkrar edirik ki, üçbucağın bir xarici bucağı ona qonşu olmayan iki daxili bucağının cəminə bərabərdir. Məsələn, deyək ki, burada qamma ştriximiz bərabərdir. Ona qonşu olmayan hansı bucaqlardır? Biri alfa, biri betadır. Alfa plus betanın cəminə bərabərdir. Alfa plus betanın cəminə. Bu hardan gəlir? Deməli, deyək ki, məsələn, bizim üçün bir üçbucaq verilib və bunun hər hansı bir iki bucağını götürək. Bura olsun 20 dərəcə. Bura olsun, məsələn, 80 dərəcə. Burada bir bizim üçün soruşsun, bu hissəni soruşsun. X soruşsun, X neçə dərəcədir? Onda nə edirik? Biz bu qaydanı bilməsək, deyək ki, belə eləyərdik də. 20-nin üzərinə 80 gələrdik 100. 180-dən də hər ikisinin cəmini çıxardıq ki, 80 dərəcə alınır. Burada 80 olduqdan sonra gördüyümüz kimi burada nə alınır? Qonşu bucaqlar. Qonşu bucaqlarımızın cəmi neçə dərəcə olurdu? 180. Onda bura 80 isə digər qonşu bucaq neçə olurdu? 100 dərəcə. Amma qaydanı biləndə görürük ki, 80-nin üzərinə elə 20-ni gəlsəm, mən bəri başdan 100-ü almış olardım. Daha sonra keçək nəyə? Üçbucağın varlıq şərtinə keçək ki, tərəfi ABC olan üçbucağı qurmaq üçün bizə hansı şərt lazımdır? Bizə tərəfi ABC olan üçbucağı qurmaq üçün deməli bu şərt lazımdır ki, üçbucağın bir tərəfi digər iki tərəfinin fərqinin modulundan böyük, cəmindən isə kiçik olsun. Yəni, deyək ki, alfa çıxaq B, üzr istəyirəm, A çıxaq B kiçikdir C-dən, o da kiçikdir A plus B-dən. Bu, yəni 3 tərəf üçün də ödənir. Yəni, bu dəfə C-ni deyək ki, orta hissədə yazdımsa, digərini B-ni yazım və yan tərəfdə də A çıx C deyim. Burada yazım A plus C. Və yaxud da ki, yenə orta hissəmizə A-nı yazaq, bərabərsizliyin. Burada yazım B çıxaq C, B plus C. Yəni, bu şərt ödəndikdə biz tərəfi ABC olan bir üçbucaq qura bilirik. Əgər şərtimiz ödənməsə, bizim elə bil ki, üçbucağımızın ya belə olacaq, ya nə bilim, belə qalır. Yəni, bu üçbucaq tam olaraq birləşmir və burada üçüncü bir bucaq yaranmadığına görə bu tərəfləri ardıcıl birləşdirmədiyimiz üçün biz bunu artıq üçbucaq deyə bilmirik. Bunun üçün də nümunə deyək. Bu, deməli, məsələn, deyək ki, bizim üçün deyir 2, 3 və 5. Tərəfləri 2, 3 və 5 olan üçbucaq qura bilərikmi? Bunu araşdıraq. Nə edək? Məsələn, indi deyək ki, bu A-dır, B-dir və C-dir. Şərtlərdən biri ödənirsə kifayətdir bizim üçün. Burada deyək, elə ilk şərtimizi yoxlayaq. 2 çıxaq 3. Kiçikdir 5-dən, o da kiçikdir 2 plus 3-dən. Aha, bura edir deməli 1, kiçikdir 5-dən, o da kiçikdir 5-dən. Gördüyünüz kimi bərabərsizliyimizin birinci tərəfi ödənsə də ikinci tərəf ödənmir. Ona görə də biz deyirik ki, tərəfi 2, 3 və 5 olan bir üçbucaq qura bilmərik. Və yaxud da ki, başqa şərt verərdi, artıq bu şərtimizdə ödənmiş olardı. Məsələn, deyək ki, bu dəfə də olsun 3, 7 və 9 olsun deyək.
Məsələn, indi nə edirik? Yenə A-dır, B-dir və C-dir. Hələ ki öyrənənə qədər yaza bilərsiniz, işarə eləyə bilərsiniz. Burada deməli A və A-dan çıxaq B-ni deyək ki, -4 eləyir. Moduldan da müsbət 4 çıxırıq və orta hissəyə yazaq C-imizi 9-u. Digər hissədə də A plus B-nin cəmi 10. Baxıram ki, bərabərsizliyin birinci hissəsi ödəndi. İkinci hissədə ödəndimi? Ödəndi. Deməli, mən tərəfi 3, 7 və 9 olan bir üçbucaq qura bilərəm. Daha sonra keçirik üçbucağın tərəf və bucaq münasibətinə. Tərəf və bucaq münasibəti nədir? İxtiyari bir üçbucaqda böyük bucaq qarşısında böyük tərəf, kiçik bucaq qarşısında kiçik tərəf dayanır. Yəni, deyək ki, bizə alfa, beta və bu suallar demək topluluğunda ilk suallarında rastlaşa bilərsiniz. Güvən kitabında da, Güvən 2025 kitabında da rastlaşa bilərsiniz ki, bu bərabərsizlik haqqında suallar var. Deyək, bura olsun A, bura olsun B, burada olsun C. Tutaq ki, bizə şərt verib ki, A böyükdür B-dən, o da böyükdür C-dən. Və bu şərti verdikdən sonra bizə deyir, bucaqları müqayisə elə. Nə edirəm? A-nın qarşısında dayanan hansıdır? Yəni, A hansı bucaqla qarşısındadır? Alfanın. Deməli, bunların arasında ən böyüyü alfadır. Sonra, beta bucağının qarşısında dayanan tərəfimiz hansıdır? Yəni, B bucağımızın qarşısında da dayanıb beta. Deməli, ortancı betamızdır. Ən sonda da, deməli, C ilə də qammamız da bir-birinin qarşısında olduğuna görə buna da qamma bucağı da ən kiçik olur. Misalda, qabağımıza necə çıxır desək, belə formada rastlaşa bilərik. Məsələn, bizə bir kör bucaqlı 3 bucaq verər. Əgər bir bucağı kör bucaqdırsa, onda bu üçbucağımız kör bucaq adlanır bu arada. Məsələn, kör bucaqlı bir üçbucaq verir və bura alfa, bura beta desin. Deyək ki, alfanın qarşısındakı tərəfimizə 2A deyir, betanın qarşısındakına da A deyirik. Və bizə deyir ki, burada bir dənə qamma bucağı deyək də. Qamma bucağı deyək və bizdən istədiyi budur ki, bucaqları müqayisə et. Bucaqları müqayisə edəndə təbii ki, kör bucaq hər iki iti bucaqdan böyük olacaq. Böyükdür. Digərini tapmaq üçün nə etməliyəm? Alfanın qarşısında hansı tərəf durur? 2A durur. Ona görə alfa betadan böyük olacaq. Beta da bu arada durur deməli A-nın qarşısında. Ona görə ən kiçiyimiz də deməli, hansı bucağımız olur? Beta. Buna uyğun tərəfləri də müqayisə edə bilərdik. Yəni ki, bizə bucaqları verərdi. Daha sonra tərəfini soruşardı. Eyni qaydada. Bir də təkrarlayırıq. Böyük bucaq qarşısında böyük tərəf durur. Kiçik bucaq qarşısında da kiçik tərəf dayanır. Bu ixtiyari üç bucaq üçün keçərli qaydadır. Sonra keçək hər üç bucaq üçün mütləq olan hündürlük, median və tənbölən qaydasına keçirik və inşallah ki, biz deməli, bir də mən sizə nə deyim? O hündürlük, median və tənbölünə keçməmişdən öncə istəyirəm ki, bayaq danışdığım mövzuya qaydım ki, oradan bir neçə hissəni də sizə bildirim. Burada deməli, üçbucaq bərabərsizliyimizdə bayaq yazdığımız şərtdə A çıx B, o da kiçikdir C-dən, o da kiçikdir A plus B-dən. Bu şərtimizdə bəzən lazım olur, şərtdə bucağı bizə verir. Bucağı bizə deyir ki, məsələn, alfa bucağı deyək ki, deyir iti bucaqdır. Və yaxud da ki, alfa bucağı kör bucaqdır. Bu zaman nə edirik? Deyək, belə bir üç bucağımız var və bizə deyir alfa, bura A-dır, bura B-dir və burada X-dir. Biz deməli, əgər alfa bucağı itidirsə, nə etməliyik? Burada alfa bucağı iti olduqda deməli, A çıx B modulda, bura X, o da kiçikdir A kvadratı plus B kvadratını. Qoy, buradakı A-nı biraz aşağı düşürdüm uşaqlar. Siz qeyd eləyəndə bunu doğru düzgün qeyd eləyərsiniz. Deməli, bu nə zaman ödəndi? Alfa kiçik 90 dərəcədən olduqda. Yox, əgər bizə desəydi ki, alfa bucağımız kör bucaqdır. Alfa bucağımız kör bucaq olduqda nə edirik? Gəlin bir dənə kör bucaqlı üç bucaq çəkək.
Bura olsun alfa, bura olsun A, bura olsun B, burada bir dənə X deyək və yaxud da C deyərsiniz. Orada artıq yəni ki, əsas məsələ qaydanı öyrənməkdir. Hərflərə çox da fikir verməsəz də olar. Əgər bizə deyər ki, alfa böyükdür 90 dərəcədirsə, burada hansı şərt ödənir? Kök altında A kvadratı plus B kvadratı kiçikdir X-dan, o da kiçikdir A plus B-dən. İlk öncə onu deyim ki, bayaq bizdə ixtiyari üçbucaqda ödənən şərt, yəni buradakı şərtdən gedir söhbət. Burada tərəflər filan heç fikir verməsəz olardı. Amma burada artıq tərəflərə fikir vermək önəmlidir ki, hansı, məsələn, kör bucağın qarşısında alfa bucağımız, deməli X-in qarşısında dayanıb. Yəni onun iki ətrafını toplayacaqsan. Kör bucağın iki dənə birləşdiyi tərəfi toplamış olmalısan. Və yaxud da ki, bizə deyərdi, hər üç bucağı iti bucaqdır. Yəni alfa, beta, gamma götürsək bir üç bucağımızın bucaqlarını, alfa, beta, gamma və bizə desəydi ki, hər üçü, bu arada qoy bir dəqiqə, A, B, C. Bizə desəydi ki, alfa, beta və gamma bucaqları kiçikdir 90 dərəcədən. Yəni ki, hər üçü iti bucaqdır. Hər üçü iti bucaqdırsa, onda hansı şərtimiz ödənir? Kök altında A kvadratı çıxaq B kvadratı kiçikdir X, o da kiçikdir A kvadratı plus B kvadratı. Bu nə oldu? Hər üçünün iti olduğu bir üçbucaq oldu. Hər üç bucağının iti olduğu bucaq. Sonra nəyə baxaq? Sonra qaydıram artıq hündürlük, median və tən böləndən danışmağa. Qısa qaydalar deyəcəm, qeydlər deyəcəm. Onları hökmən yazaq, qeyd eləyək. Birinci başlayaq hündürlükdən. Hündürlük nədir? Deməli, bundan öncəki dərsimizdə həndəsənin əsas anlayışlarında perpendikulyarlıq haqqında danışmışdıq ki, hər hansı bir nöqtədən düz bucağa 90 dərəcə altında indirilir. Bu da eyni qaydadan gəlir. Yəni, sadəcə burada hər hansı bir nöqtədən yox, üçbucağın hər hansı bir təpəsindən çıxır. Üç təpəsindən birindən üçbucağa hündürlük çəkirik. Məsələn, deyək ki, ABC üçbucağımız olsun. Bunun A təpəsindən bir dənə hündürlük. Hündürlük deməli nə olacaq? 90 dərəcə altında endirilmiş düz xəttdə hündürlük deyəcəyik. Sonra buradan nə deyək? Sonra buradan onu qeyd edeyim ki, bəzən misallarımızın şərtində bizə necə verir? Yəni bunlar önəmlidir. Məsələn, bizə deyir ki, üçbucağın hündürlükləri üçbucağın bir təpəsində birləşir. Bir təpəsində kəsişir. Kəsişir, birləşir də demək olar. Normal bir ixtiyari üçbucaqda çəkərsiniz. Məsələn, ağlımıza nə gələr? Deyək ki, bura 90 dərəcə tutaq ki. Buranı çəkərsiniz. Deyək ki, burada 90 dərəcədir. Hə, bəs indi neyniyək? Bu yerləşdi, bir tən ortada bir nöqtədə birləşdi. Amma bizə şərtdə nə deyir? Deyir ki, üçbucağın təpə nöqtəsində birləşib. Hər hansı bir təpəsində birləşib. Onda bu cümləni biləndə artıq siz bilməlisiniz ki, bu düzbucaqlı üçbucaqdan gedir söhbət ki, düzbucaqlı üçbucağımızda çəkək. Düzbucaqlı üçbucağımızda bir dənə bucağı 90 dərəcə olur. Burada deyim yenə A, B, C. Gördüyünüz kimi, əgər mən AB tərəfinə hündürlük endirməyə çalışsam, deyək ki, C-dən bir dənə hündürlük endirməyə çalışıram. Nə qədər eləsək də bu 90 dərəcə alınmır axı. 90 dərəcə alınmadığına görə, onda mən nə deyirəm? Deyirəm ki, bunun hündürlüyü deməli elə hansı nöqtəymiş? Elə bu AC-nin özü hündürlüyüymüş. AC-nin özü hara endirilmiş hündürlük olur? AB tərəfinə endirilmiş hündürlük olur. Yəni, AC perpendikulyar işarəsidir bu da AB-yə. Və digəri də eyni şəkildə AB-dən bir dənə hündürlük endirirəm. Gördüyünüz kimi AC-yə hündürlük endirsəm, AB yenə perpendikulyar deyirik AC-yə. Deməli, biz nə başa düşəcəyik burada? Buradan onu başa düşürük ki, üç bucağın bir təpəsində birləşib, hündürlükləri bir təpəsində birləşib deyəndə hansı üç bucaqdır? Bu düz bucaqlı üç bucaqdır. İndi inşallah ki, yəqin ki, o birisi bölməmizdə olar düzbucaqlı üçbucaq bərabər yanlı üçbucaq haqqında orada danışaram.
Sonra əgər desək ki, üçbucağın hündürlükləri üçbucağın kənarında, yəni kənarda kəsişdilər. Xaricində, üçbucağın xaricində kəsişdilər. Onda nə başa düşəcək? Onda başa düşəcək ki, bu üçbucağımız sən demə kör bucaqlı üçbucaq imiş. Gəlin bir dənə ona da nümunə çəkək. Bu ixtiyari üçbucaqdır. Bu düz bucaqdır. İndi düz bucaqlı üçbucaqdır. İndi isə bir dənə kör bucaqlı üçbucaq çəkirəm. Aha, deməli burada A, B, C deyək. Mən A, B-dən hündürlük çəkmək istəsəm B-C-yə. Buradan nətər 90 dərəcə alındırım. Heç cür alınmır da. Bu 90 dərəcə o qədər eləyək ki, alınmayacaq. Onda mən nə etməliyəm? Bir dənə hündürlüyümü endirməliyəm bura. Yəni ki, deyək ki, 40-40 xəttlərlə çəkim. Buradakı, bax, artıq bu xəttin mənim hündürlüyü olur. Burada bir dənə D nöqtəsi deyə bilərsiniz. Gör, nə gözəl düz xətt çəkdim. Gözlüyüm bir dənə uşaqlar. Aha. Deyək ki, bu nöqtəmiz artıq hündürlüyümüz sayılır. Deyək ki, burada belə deyim, H deyim və o qırıqlarımı örtmüş olum. Sonra mən BC-dən AB tərəfinə hündürlük çəkməyə çalışıram. Burada təbii ki 90 dərəcə yaranmış uşaqlar. Təbii ki yaranmayacaq. Mən nə etməliyəm? Onda C nöqtəsindən bir dənə hündürlük çəkirəm. Yəni ki hündürlük deyəndə bu tərəfə 90 dərəcə endirilməlidir. Yəni buranı da 40-40 xəttlərlə tamamlayayım. Bura 90 dərəcə olur. Aha. Onda deməli nə etməliyik? Bunların kəsişmə nöqtəsi gəlir hara düşür? Kəsişmə nöqtəsi gəlir. Bax. Uzatsam. Gəlir bu hündürlüklərin kəsişmə nöqtəsi düşür xaricə. Əgər bizə desə, üçbucağın hündürlükləri xaricində kəsişirsə, burada olur nə? Burada olacaq, deməli, kör bucaqlı üçbucaq. Hündürlük necə tapılır? Hündürlük düzdür, sahə, belə deyək də, sahə biraz digər mövzularda, yəni ki, ayrı bir mövzu olaraq da keçirirsə, üçbucağın sahəsini bilmək lazımdır. Sahə düsturumuz belədir ki, A, B, C. Deyək ki, C tərəfinə bir dənə hündürlük endirilibsə, H deyək. Onda bu ixtiyari bir üçbucağın sahəsini tapanda nə edirəm? S bərabərdir tərəfə çəkilmiş hündürlüyün yarısı. Yəni hasilləri. Hamısı üçün bu ödənilir. Özü burada da tərəfimizə də C deyilmişik. Bura bir dənə C deyək də, HC-mizdir. Və yaxud da ki, bir dənə belə bir, bunda rəngin dəyişib. Buradan B nöqtəsinə bir hündürlük çəkim. Bu da HB olsun. Bu da bərabərdir. 2-də 1 BHB. Yəni A da AHB-yə də bərabərdir. Onu sildim, sonra çaşmayaq ki, müəllimə bunu niyə sildi? HA olur. Buradan hündürlüyümüzü artıq tapa bilərik. Yəni sahəni necə tapırıq? İlk öncə ən çox istifadə olunan düsturlarımızdan biri olacaq ki, Heron düsturu. Heron düsturumuz necədir? Yarım perimetr. Yarım perimetr deyəndə bütün tərəfi toplayıram. Bu arada üçbucağın perimetri də 3 tərəfin cəmidir və bölürəm 2-yə. Bu olur mənim yarım perimetrim. Yarım perimetrimiz tapdıqdan sonra S bərabərdir kök altında yarım perimetr. Perimetrdən bir tərəfini çıxıram. P çıx B, P çıx C. Burayla sahəni tapdıqdan sonra gətirirəm sahənin qiymətini hər hansı birində yerinə yazırıq. Olur bizdə nə? 2 CH da elə bil ki sürətə vurmuşam da. CH bərabərdir S-ə. Buradan da məxrəci təsəvvür edin. 1-dir, çarpaz vururam. CHC bərabərdir 2S-ə. HC-ni tapanda da nə edəcəm? Vuruq hasil. Naməlum vurğu tapanda hasili məlum vurğa bölürük. Sonra uşaqlar danışaq. Deməli, mediandan danışsaq. İlk öncə belə deyək. Median nədir? Median üçbucağın hər hansı bir ixtiyari təpəsindən çıxaraq qarşı tərəfi yarıya bölür. Və yaxud da ki, təpədən çıxaraq qarşı tərəfin ortasına birləşdirən düz xətt parçasına median deyirik. Bura deyək ki, A, B, C. Bir dənə median indirirəm. Bura bir dənə median indirdikdə bu arada M ilə işarə olunacaq median. Yəni median nədir? Qarşı tərəfi yarıya böldü.
Qarşı tərəfi yarıya böldükdən sonra median üçün öyrənməlisiniz. 2 dənə düsturu öyrənsəniz çox əla olar. Yəni düsturu da belə öyrənək. Sizin üçün isbat deməyəcəm. Sadəcə olaraq beləcə yadınızda saxlaya bilərsiniz ki, MA, deyək ki, bu MA nədir? A tərəfinə çəkilmiş mediandır. 2-də 1 kök altında hansı tərəfə çəkilməyibsə, yəni bizdə hansı tərəfə çəkilməyib? B ilə C tərəfinə çəkilməyib. Hansı tərəfə çəkilməyibsə, həmin o tərəflərin kvadratlarını 2-yə vururuq. Bizdə də B ilə C çəkilməyib. 2B kvadratı üstə gələ 2C kvadratına çıxaq A kvadratı. Aha. Bundan A kvadratını da gördüyünüz kimi vurmadım. Yəni ki, 2-yə vurmuruq. Hansı tərəfə çəkilməyibsə, həmin tərəfləri vururuq 2-yə, geri qalanını da çıxırıq. Medianlar, kəsişmə nöqtəsi, indi fizika oxuyanlar bilir, digər, yəni ki, riyazi fənlərlə məşğul olmayanlar üçün də deyək ki, medianların kəsişmə nöqtəsi ağırlıq nöqtəsindədir. Ağırlıq mərkəzində, üzr istəyirəm, ağırlıq mərkəzindədir. Deyək ki, buradan median çəkirəm. Hərəsinin fərqli rənglərdə çəkək ki, tam olaraq anlamış olasınız. Aha. Deməli, medianlar belə bir xassəsi var ki, bura G ağırlıq nöqtəsidir, o ayrı məsələ. Orada misalımızda da G-ni görəndə biləcəyik ki, ağırlıq mərkəzidir. Artıq deməli bunlar median sayılacaq. Median, əgər üç bucağımızda deyək ki, bir dənə median var. Median necə ki tərəfi yarıya bölürsə, sahəni də yarıya bölür. S1, S2. 3 dənə median çəkmişəmsə, burada artıq 6 dənə sahə yaranır. S3, S4, S5 və S6. Bunu da tapanda nə edəcəm? Təbii ki, ümumi 3 bucağın sahəsini, hər hansı birini, ümumi sahəsini böləcəm 6-ya. Yəni bunun 6-sı da bərabər olmuş olur. Və medianlar 2/1 nisbətində bölünür. 2/1 nisbəti nədir? Təpədən kəsişmə nöqtəsinə qədər 2 olur. 2/1 nisbətliyi. Məsələn, deyim ki, bura 2x-dırsa, kəsişmə nöqtəsindən tərəfə qədər isə olur 1x. Yəni, bura x. Məsələn, deyək ki, bura 2y-dir. Təpədən kəsişməyə qədər 2y-dir. Geri qalan hissəsi y olur. Və yaxud da ki, deyək ki, təpədən çıxdı, yenə kəsişmə nöqtəsinə qədər 2z-dir. Kəsişmə nöqtəsindən tərəfə qədər z olur. Bu da oldu medianımız. Sonra nə edək? Sonra da gəlin, baxaq tən bölənə. Tən bölən çox gözəl mövzularımızdan biridir. Həndəsənin əsas anlayışlarından artıq bilirik tən bölən nə işə yarayır. Median deməli tərəfi yarıya bölürdü. Tən bölən isə bucağı yarıya böləcək. Və gəlin tən bölənin də xassələrlə də tanış olaq. A, B, bir də C deyək. Və bir dənə tən bölən çəkək. Aha, bax, tən bölən median bilirdik ki, bu hissə ilə bu hissə bərabərdir. Amma artıq tən böləndə biz onu deyə bilmərik. Yalnız onu nə vaxt deyə bilərəm? Tutaq ki, üçbucağım şərt olaraq deyə bilərdi ki, bərabər tərəflidir və yaxud da ki, bərabər yanlıdır. Mən o zaman onu deyə bilərdim. İndi bizdə tən böləndir. Tən bölən işarə olunur. Belə yan nöqtələr çəkilə bilər. Nöqtələr. Və yaxud da ki, elə özü, məsələn, şərtdə demirsə də belə xəttlər çəkilər. Bu zaman biləcək ki, artıq bunlar bərabərdir və bu bərabər tərəflidir. Deyək, burada alfadır, burada alfadır. Və ən gözəl qaydalarımızdan biri. Bunu yadımızda saxlayırıq. A-nın, bura M-lə N deyək, bilmir yaxın nə olduğunu. A-nın M-ə nisbəti B-nin C-yə nisbətinə bərabərdir. B-nin C-yə nisbətinə. Üzr istəyirəm. B-nin N-ə nisbətinə bərabərdir. Bunu çarpaz vuranda nə alınır? Çarpaz vurub həll eləsəm. Tənasübdür da. Çarpaz vurub həll eləsəm, alınır A-nın N-ə bərabərdir B-nin M-ə nisbətinə. Aha. Mən ona görə bu şərtə əsasən, buna əsasən mən bunu belə də yaza bilərəm. A-nın B-yə nisbəti bərabərdir M-in N-ə nisbətinə. Niyə? Mən zaten bunu çarpaz vursam, yenə eyni alınır da. A-nın N-ə
Yəni A-nın N-ə, B-nin də M alınır. Yəni bu hökmən öyrənilməli qaydadır. Yəni deyək ki, bunun buna nisbəti bərabərdir bunun buna nisbətinə. Sonra adi tənbölənimizin özünü, yəni ellə də işarə eləyə bilərsiniz, T-ilə də deyə bilərsiniz, amma adətən ellə deyilir ki, tənbölənimizin özünün qaydası necədir? Burada kənardakı A və B-ni vururam bir-birinə, çıxıram M və N-i. M və N-i. Bundan da bu qədər kifayətdir. İstəyirəm videomuz çox da uzun alınmasın. 1-2 dəqiqədə orta xəttlərdən danışaq. Orta xətt nədir? Orta xətt deməli üçbucağın hər hansı bir tərəfinə paralel çəkilmiş xəttdir. Hər hansı bir tərəfinə. Məsələn, ilk öncə gəlin bu tərəf haqqında danışaq. Biraz şəklimiz doğru alınmadı. Ona görə istəyirəm şəkli silim. Yenidən doğru bir üçbucaq çəkim. Burada deməli, bu yaxşıdır. Deyək ki, tutaq ki, bu xəttimiz orta xəttdir. A, B, C və M, N. Deməli, orta xətt nə edir? Hər hansı iki tərəfini birləşdirib, hər hansı tərəf iki ortalarını birləşdirən bir düz xəttimizdir və bir tərəfə paralel olur. Yəni, paralel olduğunda xəttimizin də deməli, tən ortasına bərabər olacaq. Nə deyirəm? Bunu göstərim sizin üçün. AC-miz tutaq ki 2A-dırsa, MN də bərabər olur A-ya. Onda buradan hansı düstur çıxır? MN bərabərdir AC bölək 2-yə. Bura 2A-dırsa, burada 2-dir. Və yaxud da ki, bir də bunu göstərək. Yəni, bunların ortasını birləşdirib. Burada həm də oxşar üçbucaqlar alınır uşaqlar. Bu xəttlərimiz gördüyümüz kimi bizə şərtdə deyəcək ya, bu xəttlərin paraleldir. Bu xəttlərin paraleldir və iki paralel xəttin bir düz xəttin kəsişməsi var burada. Bax. Bu onda bu alfa ilə bura nə olur? Uyğun bucaq olur? Olur. Yəni mən bura alfa deyə bilərəm. Eyni şəkildə mən buranı silim. Sizə çaşdırmasın. Bir dənə kəsişdim. Bura beta. Uyğun bucaq olur? Olur. Yəni, nə olur? Bunları həm də burada oxşar üçbucaqlarımız yaranmış olur. Bura alfadır. Bura betadır. Sonra burada A deyək. Bura 2A'ya A yazmışam. Burada A olur, yarısına bərabər olur. Yəni, bu təkcə orta xətt bu oturacağa çəkilir deyə bir şey yoxdur. Yəni ki, bu belə bir üçbucağım olar və üçbucağımıza belə bir orta xətt çəkilir. Yəni, bunu artıq şərtdə də siz bu xəttləri gördükdə artıq anlamalısınız ki, bu orta xəttdir. Və yaxud da ki, elə baxılar ki, bura paralel verilib, baxarsan ki, ortalarını birləşdirdi. Onda mənim bura məsələn veribsə 5-dir, onda bura 10 olur. 10 hardan gəldi? 5 vuraq 2-dən gəldi ki, paralel olduğu tərəfin yarısına bərabərdir. Və yaxud da bir dənə kiçik bir nümunə də sizin üçün deyim ki, belə bir şərt deyər, orta xəttlərinin birləşdiyi orta xəttləri deyil, birləşib və bunların cəmi deyək ki 12-dir. Yəni deyək bərabər tərəfli də üçbucağımızdır. Buranı A verib, yəni A, B, C deyək. Bunların cəmi A plus B plus C bərabərdir 12-yə. Bizdən ümumi böyük üçbucağın perimetrini istəyir. Onda mən nə edəcəm? Bax, A hansı tərəfə paraleldir? Aşağıya paraleldir da. Onda mən buranı götürəcəm 2A. Sonra baxacam C hansı tərəfə paraleldir? Bu tərəfə paraleldir. Onda bura nədir? 2C'dir. Füsü. Sonra B hansı tərəfə paraleldir? B də paraleldir deyək ki bu tərəfə. Onda deməli digər tərəf hansı tərəfə paraleldirsə orada oldu 2B. Əla. Bərabər tərəfli dedim, amma deyək ki bu ixtiyari üçbucaqdır. 2A plus 2B plus 2C. Bərabərdir. İkiləri mötərizənin xaricinə çıxardıram A plus B plus C. Gördük. Bizə 12 vermişdi bu. Elə 2-ni vururam 12-yə ki, bu üçbucağın perimetri 24 alınır. Hələ ki dərsimiz bura qədər. İnşallah ki, yaxın günlərdə ikinci hissəni də video olaraq yükləyəcəm.